Xanım Zəhra haqqında danışarkən insan həqiqətən nə qədər acizdir, nə qədər cılızdır. Onun həyatına baxanda, onun yaşayışına baxanda nə qədər acizdir, onu duyur biraz da olsun. Ola bir dəryadır, bir dəryadır. Dibi görünməyən bir dəryadır. Peyğəmbər onun haqqında buyurur: Bəhcətü qəlbi, qəlbimin sevincisən Zəhra, biz'atun minni, paramsan Zəhra. Zəhra sən sevinəndə Allah sevinər. Zəhra sən qəzəblənsən Allah qəzəblənər. Zəhra sən birindən razı olsun Allah razı olar. Sən birindən narazı olsun Allah narazı olar. Əfzəlu nisai əhlil ərd, yerdə nə qədər qadın var, onların ən fəzilətlisisən. İxlas Əleyhisselam buyurur: Liyəl fəxru bi Fatimətə və əbiha. Mənim fəxrimdir ki Zəhra kimi xanımım var. Sonra da deyir atası. Əleyhisselam belə söz deməz. Burada deyir: mənim fəxrimdir Zəhra kimi həyat yoldaşım var. Mən Zəhra ilə fəxr edirəm. Ayə nazil olur, cəhənnəm ayəsi. Görürlər Peyğəmbər hey ağlayır. Niyə bu Peyğəmbəri sakitləşdirir? Ağır səhabələrdən biri deyir: mən yolun tapdım. Səhabə, nə yol tapmısan? Yolun tapdım, gəlin gedin Zəhranı çağıraq onu. Çünki Peyğəmbər Zəhranı görəndə sevinir. Çünki Peyğəmbər özü demişdi ki, mən cənnətin iyin duymaq istəyəndə Zəhranın boğazından öpürəm. Özü deyib, hədislə bugün oxuyurdum, Allah billah. Deyir, Zəhradan bütün Peyğəmbərlərin, bütün mələklərin, bütün hurilərin iyi gəlir. Ay Zəhra. O mənəviyyatda insanlar bəlkə də o iyi duyurlar. Axtara o yana, bu yana, tapa bilmir, ana vay deyir. Ana hardasan, axtarır, soruşanda neyinlisən, axtarıram, işin yoxdur mənlə. Valla var ha, bəlkə də belə insanlar, bilməm, həcdə olanlar var, yoxsa yox. Tapa bilmirsən, axtarma. Bizi tapa bilmir. Tapmaq olmur, bağışlayın biz. Valla tapmaq olmur ki. Billah, insan gezir, tapa bilmir orada. Elib başın salır aşağı, qəmlə, qüssə ilə axtarır. Hər şeyi tapıb, amma elə bir şeyi tapa bilmir, o da Zəhradır. Gəllər, Zəhra, gəlirsən. Zəhra, gəl, at onu ağlayır bütün gün, gəl bir səni görsün. Deyir, xanım deyir, gəldi Zəhra, yaxınlaşdı atasına. Ata görən kimi Zəhranı üzü güldü. Qızım, gəldin. Ata, niyə ağlayırsan? Ata, nə olur, niyə ağlayırsan? Zəhra, ayə nazil olub, cəhənnəm ayəsi. Ayəni deyir, xanım Zəhranı da ağlamaq tutur. Görürlər, Zəhra ağlayır. Ayə nazil olur, Peyğəmbəri bir-birimizi çağıran kimi çağırmayın. Deyir, xanım Zəhra deyir, dayı, mən səni çağırmaram ata adımla. Peyğəmbər deyir, qul ya əba. Zəhra, sən dilən ay ata. Sən ata de mənə. Nə olar, belə de mənə. Əhyalil qəlb və ərdalil rəb. Allah belə deyəndə səndən razı olur. Belə deyəndə razı olur. Əli, xanım Zəhranın axır günləri idi, gələrdi, dayanardı atasının qəbrinin kənarında. Deyərdi, ata getdin, qoydun tək məni. Ata, bilirsən vəziyyət nə yerdədir? Əli salam verir, salamına cavab vermir mənə. Ağa, bir dənə sən salam ver bu məclisə, gör necə cavab verirlərsən. Bir aşıqların yığışıb bura, bir dənə salam var, eşidərik, qaçarıq ayaqlarımın üstünə. Bəlkə də nəzərim var bura. Mən bu məhərrəmdə oldu bu, indi deyirəm sizə, möminlərdən biri gördü bu yuxunu, bu məhərrəmlikdə olub. Bax, bu bizim belə bu məclisdə olub. Deyir, gördüm, iki şəxs dayanıb, biri gördüm, nurani bir şəxsi dayanıb, yanında da bir qadın dayanıb. Deyir, baxdım, gördüm, onlar dayanıblar, məclisdən çıxanları yola salırlar. Bir
bir-iki kim çıxır yola salırlar. Ondan sonra başa düşdüm ki Peyğəmbərlə yoldaşı xanım Xədicədir. Gəlib balasının məclisinə, balalarının məclisinə. Mən elə bilən baxar. Əli danışırdı Zəhra ilə. Deyirdi Zəhra, tək qoyub getmə məni bu 4 bala ilə. Bu yetim bala ilə tək qoyub getmə. Zəhra deyərdi, Əli mənim də sənə bir sözüm var. Elə ki mənə qüsül verirsən, mənə qüsül verəndə səndən xahişim budur, üzümü ört balalarım görməsin. Məni balaları bağışlasın burada. Məclisdə olan balaları bağışlasın. Bir söz deyəcəm. Bilirsən İmam Baqir nə deyir? Deyir, qad zəbə minəl huzni və zəhəbə ləhmuha. Deyir, Zəhra axır vaxtlar bilirsin nə gün necə vəziyyətə düşmüşdü, da ərəmişdi. Bütün əti tökülmüşdü, da arıqlamışdı xanım. Axır vaxtlar idi, İmam Həsənlə İmam Hüseyin deyir, üz tutmuşdular babasının qəbrinə, üzün qoyublar qəbrə, baba sən nə olar istə Allahdan, anamız qoy qalsın sağalsın, nə olar ay babam, ya Resulallah. Deyir, gəldilər Həsənlə Hüseyin bu duanı eləyəndən sonra gəldilər, gördülər Əsma diyanıb, başını salıb aşağı. Əsma nə olub? Əsma nə olub, anamız hanı? Əsma necə desin ki anavuz dünyasını dəyişdi. Həsənlə Hüseyin başa düşdü. Gəldi özünü çatdırdı. Həsən özünü atdı anasının sinəsinin üstünə. Ana nə olar danış məndən. Amma Hüseyin başqa iş gördü. Hüseyin gəldi üzün qoydu anasının ayaqlarının üstünə. Ana nə olar danış məndən. Danışmasan canım çıxar. Ana danış məndən. Ondan sonra Əsma dedi, gedin Əlini çağırın, gedin atovuzu çağırın. Gəldilər, 2 bala qaça-qaça gəlir, gördülər ata gəlir məsciddən çıxır. Ata anamız dünyasını dəyişdi. O qəhrəman Əli, o yerə yıxılmayan Əli, üzü üstə yıxıldı yerə. Üzü üstə yıxıldı yerə, su vurdular Əliyə, Əlini qaldırdılar yerdən, gəldi Əli. Gəldi Əli, baxdı, gördü Zəhra dünyasını dəyişib. Vay vay, Zəhra, hara getdin sən Zəhracan? İndi aparır bunu qüsül verməyə. Əsma ilə birlikdə kömək eləyir Əsma əleyhissalama qüsül verirlər Zəhraya. Ən axır anlardaydı, qüsül verilib qutarandan sonra Əli dedi, ay Həsən, ay Hüseyin, ay Zeynəb, ay Ümmü Gülsün, gəlin day. Ay balalar, gəlin anavuzla sağollaşın. Deyir, gəldilər, yaxınlaşdılar anaya. İndi tutublar anadan, yalvarırlar anaya. Balalar deyir, Həsənlə Hüseyin deyir, Zəhra gedirsən, get babamıza deyir, biz yetim qaldıq. Əli deyir, vallah bir də onu gördüm, Zəhra əllərin açdı, tutdu balaları sıxdı qəlbinə. Deyir, ondan sonra gördüm səs seda gəldi göydən. Əli o balaları ayır Zəhradan, daha göydə mələklər dözə bilmir. Ay ay. İmam-ı Zaman, baxın məclisə, burada dərdli olanlar var ha. Burada Bəqini istəyənlər var ha. Burada Hüseyni istəyənlər var ha. Burada Əli Əsxər aşiqləri var. Burada Rüqəyyə aşiqləri var. Bir yer deyim sənə, Teli Zeynəbiyyə, Zeynəb aşiqləri var ha. Getmirsən Suriyeyə, orada bir dənə söz var. Ya Ümməlmə sahib, ay müsibətlər anası Zeynəb. Burada Zeynəb aşiqləri var. Ağa, bunlar istəyirlər sizin ziyarətinizi. Ağa, bəlkə bunların dərdləri çıxdı ya yadından. Zəhra, Zəhra deyirlər. Ya Zəhra, ya Zəhra, ya Zəhra.